Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün pambıq kimi yumuşaq tort tadında suxarikli piroq hazırlayacağım. Əminəm ki, siz də mənim bu reseptimi çox bəyənəcəksiniz. Başlayaq hazırlanmağa. Əvvəlcə qabın içərisinə otaq temperaturunda olan 5 ədəd yumurta, 1 cimdik duz, 1 ədəd vanilin, eləcə də 1 dolu stəkan şəkər tozu əlavə edib mikserlə ağrına qədər qarışdırıram. Daha sonra mikseri bir kənara qoyuram. Üzərinə 1 dolu yemək qaşığı bal tökürəm. 1 stəkan unun üzərinə 1 ədəd qabartma tozu əlavə edirəm və onu ələclə yumurtanın üzərinə ələyirəm. Çırpıcı vasitəsilə unu aşağıdan yuxarı istiqamətdə qarışdırıram. Elə qarışdırmaq lazımdır ki, balda qarışsın. Daha sonra isə unun qalan hissəsini tökürəm. Un yaxşı qarışdıqdan sonra içərisinə 1 dolu stəkan suxari əlavə edirəm. Və onu da beləcə qarışdırıram. İnanın xanımlar, suxari ilə bu piroqun ləzzəti bambaşqa olur. Soba listinin içərisinə yağlı kağız qoyuram və xəmiri soba listinin içərisinə tökürəm. Qeyd edim ki, listin ölçüsü 22 sm-dir. Daha sonra piroqu əvvəlcədən qızdırılmış 150 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Qlazur üçün qabın içərisinə 3 yemək qaşığı şəkər tozu, yarım yemək qaşığı un və 1 yemək qaşığı kakao əlavə edirəm. Quru ərzaqları qarışdırıram. Sonda yarım paçka vanilin tökürəm. Üzərinə yarım stəkan soyuq su əlavə edib yaxşıca qarışdırıram. Suyu südlə də əvəz edə bilərsiniz. İçərisində topaq qalmayana qədər qarışdırılır. Sonda 1 dolu yemək qaşığı duru yağ tökürəm. Daha sonra qabı ocağın üzərinə qoyuram. Vam odda dayanmadan qarışdırıram. Qlazur qaynağa düşənə qədər beləcə qarışdırılır. Bu qlazuru bütün tortlar üçün istifadə edə bilərsiniz. Artıq qlazur qaynayır. Qaynayan zaman baxın belə bir qatılıqda olur. Ocağı söndürürəm. 1-2 dəqiqə kənarda qarışdırıram ki, qlazurun ilk istiliyi çıxsın. Daha sonra tam soyutmadan piroqun üzərinə tökürəm. Qeyd edim ki, piroq da çox gözəl alınıb və tamamilə soyuyub. Bu prosesi piroq soyduqdan sonra etmək lazımdır. İsti qlazuru piroqun üzərinə tökürəm və hər tərəfinə gələcək şəkildə yayıram. Bu piroqu kremləyib tort kimi də süfrəyə verə bilərsiniz. Qlazur da tam soyduqdan sonra kəsirəm.
Gördüyünüz kimi əziz xanımlar, yumuşaq, olduqca gözəl piroq alındı. Əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.